Uşaqlar, bilirik lövhədə gəlib nə işləyəcək bu günləri. Ədəd ailəsinə aid misal. Sadəcə toplama çıxma deyil, toplama və çıxmanın qarşılıqlı əlaqəsinə aid sizlə birlikdə işləyəcək. Ürəklərdən hamı əlini qaldırıb, maşallah, gözəl. İslaməli gəlir, Altay gəlir, Abbasov Hüseyin gəlir və hər sıradan birini götürək də. Oradan da Əli Hüseyin, hər sıradan bir dənə. Buradan ikisi oldu, eyb yox, gəlin, fərq etməz. Onsuz da Ömər düz oturub alam. Hər kəs qarşısında gördüyü ədəd ailəsinə aid birlikdə 4 dənə misal. Altay gəl, ikinci də sən olsun, gəl bura. Hədə bir dənə misal, hər öz başınızda baxsın. Biraz əldən iti olun. 2 toplama, 2 çıxma. Başla. Altında. Səlqəliyiz, başqa səlqəli balaca. Əli Hüseyin bitdi. Əli Hüseyin düz. Gündəyin gətir qiymətləndirib. Baxın sənə. İslaməli də düz. Altay baxın balam. Səndəki də düz. Afərin. Baxaq. Abbasov. Abbasov səndə də düz. Afərin. Paylaşa bilərsin. Sonra gündəlikləri gətirin qiymətləndirmə aparın. Yenə misallarımız təzələndi və davam edirik. Rıza. Gəlmirsən də oğlu. Məhəmməd Əli. Uğur. Nərgiz. Gəlin tez. Marker məndə var. O özü yazıraq. Bəs sən necə versin bala? Məndən götür. Hərə bir misalı. Məhəmməd Əli, gəl bura. 4 dənə misaldır. Başlayın görün. Biraz balaca Rıza. Biraz balaca. 4'ü üstə neçə gəldin orada hana? Neçə gəlmişsən? Hə? Bax, sən xəttə bir dənə mən başa düşürəm. Sən heç kəs başa düşməz bala. Baxın qızım. Ay sağ ol, nə güzəlləş balam. Rıza, səliqəli yaz oğlum. Ay sağ ol. Baxın Məhəmməd Əli. Düzdür oğlum, əyləş. Biz bu dərsi artıq demək olar ki, tam mənimsəmişik. Aha, Rıza. Əla. Çaşdırdığımız, qarışdırdığımız bütün hissələrdə artıq demək olar mənimsəmişik. Afərin bizə. Davam edirik. Misallarımız yenə təzələndi. Rıza, əlvi qaldırmadı oğlum. Gəlmirsən də olsun. Yusif, Mikail, Banu, Süreyya. Gələcəyik. Gəlin görüm lövhəyə. Yoxundu marker. Məndən götür orada. Mavi rəngdə var. Məndən götür. Deyil, sonsuda mavi var. Balam. Oğlum. Neyli, məndən götür burada. Gəlin başlayın görüm. Süreyya gəl bura. Yavaş qızım, yıxılarsan. Boyun çatan yerdən yaz. Narahat olma. Baxım qızım sənə. Afərin Süreyya, düzdür bala. Mikail, afərin, düz. Nə idi o yazdığın? Ay Yusuf. Afərin, Banu da düz. Beşin. Qulağı gölhara uzandı. Düzdür. Baxın, 2 yazdın. Ay sağ ol Yusuf, düzdür. Demək, Turgut sən gəl. Turgut gəl. Vidadi gəlmirsən? Onda da Vidadi, Vüsal, Zinət. Gəlin üçümüzdə. Turgut gəl. Götür məndən balam. Zinət bu sənin. Vidadi bu sənin. Turgut gəl də. Ay oğlum, sən bu boyda markeri görmürsən mən balam. Axtar elə bana, gəl. Yazın görək. Vüsal, ay Vüsal. Balam, bununla bu nə fərq oldu? Eyni misal oldu ki, sən toplananların yerini niyə dəyişmədin? Bax, burada bir üstə gəl 2, toplananların yerini dəyiş, 2 üstə gəl 1 elə onu. Diqqətli ol. Zinət sənə də aiddir o. Toplananların yerini dəyiş. Toplananların yerini dəyiş. Qızım, yox, qızım, sənin toplananların neçədir? 3 və 2-dir. Gözlə bir daha. İndi 3-lə 2 yerini dəyişdir.
Nədir qızım? Yox, gözlə. Hə, elə qızım, elə. Bir daha dayan baxaq. Gəl bura görüm. Ay Vidadi, ay Vidadi. Qalan hara tələsmirsən? Bax. Gül kimi gəlmirsən. 4 üstə gəl 2, 2 üstə gəl 4. 6 çıx 2, 4. Bəs altdan 4 çıxanda 3 eləyər. Bir dənə çıx gör mən altdan 4-ü. Ay, istəyirəm, bir dənə düzəlt. Elif ver qaqaşa. Baxın Turqut, baxın balam. Hə, sən də düzdür, əyləşə bilərsən. Yox, Vüsal. 2 toplama bitdi. Əyləşə bilərsən bir daha. 2 toplama bitdi, getirsən çıxmaya. 3-dən nəyə çıxacaqsan birinci? Qızım, bu nədir Zeynət? Bax, neçə gündür biz bunu birinci biri çıx. Bax, 5-dən 3-ü çıxmısan 2 düzdür. Ədəd ailəsi necə olur? Ədədlər dəyişmirdi. Sən amma burada bax, 1 almısan. Burada 1 var biz ədəd ailəsində. Xeyr. Deməli, 5-dən 3 çıxıb 2 almısan da yerini dəyişdirib 5-dən 2 çıxmalıydın bunu. 2 niyə sildin? 5-dən, ələ nə silmədi? 5-dən indi 2 çıx. Nədir balam? Bax, getmədin Yusuf sən. Hə, oğlum. 8-ə getməmişsən, yalan danışma. Asıl. İndi görə Vüsal neynədir? Zinət əyləş. Vüsal, bu düzdür. İndi bunların yerini dəyişəcəksən. 3-dən 1 çıxmışdın, düzdürmü? İndi 3-dən 2 çıxacaqsan. Çıx görüm. Gətir qoy qızım. 3-dən. Necə abisi? Tez o görüm ayrısa. 3'ten 2 çık görüm hele. 3 tut parmağında 3. İndi ikisini yum görüm. 3 tut elinde 3. Ha bu neçədir? 3. İkisini yumsan neçə qalacaq? Ay sağ ol. Uşaqlar, qulaq asın mənə. Ədəd ailəsində ümumiyyətlə siz diqqət yetirsəz görərsiniz ki, heç cavabı toplayıb çıxmağa ehtiyac yoxdur. Ağzımızda dedik ədəd ailəsi. Onsuz da bu 3 ədədin üzərində biz işləyəcəyik. 3'ten 2 çıxır, Vüsal düşünür. Görə neçə olar? 3 var, 2 var, yerdə 1 qalıb, deməli cavab 1 olacaq da. Qaqaş vermədi, ha? Məhəmməd Əli, Məryəm, Elif, Ömər. Qalanlarımız, siz də gəlin. Ömər gəl. Məryəm gəl. Elif gəl. Məryəm sən buna. Elif sən də buna. Birinci Məhəmməd. Elif sən də buna. Ədəd ailəsi birinci ilə başlayır həmişə. Toplama ilə yazacaq. Danışma orada qızım. Qızım 3 çıx yox. 3 üstə gəldi Elif birinci. 3 üstə gəl elə. Qızım çıx üstə gəl elə balam. 3'dən 5 çıxa bilərsən sən. Azdan çoxu çıxa bilərsən. Bəs sən yazmısan. Bunu üstə gəl. Niyə silirsən? Ne qızım üstə gəl elə. Onu çıxmaq üstə qoysa olacaq üstə gəl. Qızım harda yazırsa oğlum? Altay. Məryəm aferin sənə düz qızım. Ömər əyləş düz. Gözdə baxın Məhəmməd Əli. 10-9'da bir düz. Əyləşə bilərsən. İndi qaldı Elif. Qızım onu da yaz. Neçə yiyəcək? Yox. İndi alacağım, atacağım zirvə qabına açıb. Deyirəm kley oynayım. Kley dərsidir bizə balam. Hə, birinci nəyə çıxacaqsan ha Elif? Hə qızım? Birinci bax 3 var. Görsən 3'ü çıx birinci. Çıx 3. Bərabər qoy cavabını tap. Neçə yazın ora qızım? Sonra ne yiyəcəksin? Sonuncu misalın qaldı. Onu da yaz balam. 3 niyə yazdın ora? 3'ü sil. 2 dənə toplama yazmışsan, düzdürmü? İndi 2 dənə çıxma yazmalısan. Çıxmanın biri yazmışsan, 8 çıxış bərabər 5. İndi nə edirsən? Yerlərini dəyişəcəksən. 8'dən 5'i çıxıb 3 alacaqsan. Yaz. Rıza'dan tapmışsan danışmağa yeni orada. Kimlə otursan bala yeni deyə vəziyyət. Hə, indi 5'i çıx Elif. Bərabər qoy cavabını yaz. Biraz diqqətli ol qızım, çıxmalarda çaşırsan.